Deməli, korobkan yağ filtrini dəyişdi. Gəl korobkanı səsədik. Korobkan yağ filtrini dəyişdi. Qardaş dedi, korobkamda vurma var, buksovka var və gecikir, beyin çaşır. Açdıq ki, korobkanın friksiyonları bərbad vəziyyətdədir. Friksiyona bax, cırıq-cırıqdır. Hələ filtrin için çəkəcəm, o indi zirbillə doludur onun için. Təzə friksiyonla əvəz elədik. Həmən friksiyonun yeyincisidir. Baxın, gəlib dolub bura, baxın. Korobkada necə vurma olmasın, necə problem yaşatmasın korobka. Baxın. Bərbad vəziyyətdədir filtr. Ona görə vaxtında qədər yağın filtrini dəyişdirmək lazımdır. Korobkan için yoxlatdırmaq lazımdır. Deməli, yığdıq, qutardıq korobkanı. Friksiyonlarını bəyək göstərdim. Dəyişdi friksiyonlarını. Bu da yeni filtrəni əvəz edirik. Orijinal filtrdir, kodunu çək. Bu da korobkanın sonu. Yığdıq, qutardıq. Atdıq üstünə çiçək kimi.